26 mart 2026-cı ildir və həftənin cuma axşamı günü dəyərli izləyicilər, Araqçı dünyaya meydan oxudu və danışıqlar yoxdur dedi. İranın Xarici İşlər Naziri Abbas Araqçı hazırda heç bir danışıqların aparılmadığını bəyan edib və Qərbin son ritorikasını da kəskin şəkildə tənqid edib. Musavat.com xəbər verir ki, nazir son günlər danışıqlar aparıldığının iddia edilməsini qarşı tərəfin məğlubiyyətinin etirafı kimi qiymətləndirib. Araqçının sözlərinə görə daha əvvəl İran qarşısında şərtsiz kapitulyasiya tələbi irəli sürülüb. Əgər belə idisə, niyə indi yüksək vəzifəli şəxsləri danışıqlar üçün səfərbər ediblər deyə o sual edib. İran Xarici İşlər Nazirinin rəhbəri həmçinin Hörmüz boğazı ətrafındakı vəziyyətə də toxunaraq qeyd edib ki, Amerika və müttəfiqləri Tehranın bu istiqamətdə addım atmayacağını düşünürdü. Lakin onun sözlərinə görə bütün səylərə baxmayaraq bu strateji su yolunu açmaq mümkün olmayıb. Araqçı iddia edib ki, Amerika hərbi dəniz qüvvələri belə bölgəyə yaxınlaşmağa çəkinir, yəni onlar belə bölgəyə yaxınlaşmağa çəkinir və digər qüvvələr də eyni vəziyyətdədir.